Dostlar salam. Bugün sizi yığdığımız qazanxana ilə yaxından tanış etmək istəyirəm. Burada yer tipli atmosferik çubuğun qazan dayanmışdı. Onu dəyişdik Warmhouse-a. Warmhouse Viva 65 modelindən. Niyə görə bu seçimi etdik? Çünki burada belə bir tələb var idi ki, qazanın bütün funksiyaları uzaqdan idarə etmək olsun. Görə bilərsiniz, bizim burada uzaqdan idarə etmə modulumuz var. Və burada onun otaq termostatı var. Amma otaq termostatı kimi istifadə eləməyəcəyik. Sadəcə qazanın bütün funksiyalarını mobil telefonla uzaqdan idarə edə biləcəyik. Şikayətlərdən biri o idi ki, qaz sərfiyyatı yüksək idi və burada boiler prioriteti yox idi. Biz qazanı qoyduq, ona 3 yollu qoyduq. Ayrıca olaraq boileri qızdıra bilir və ayrıca olaraq isitmə sistemini. Çox da səliqəli olmadı. Burada bizə verilən tapşırıq o idi ki, bu qazanxananı minimum vaxtda həll eləmək lazımdır. 4 günə başa gətirdik. Çətinliklərimiz oldu. Ona görə də çox da səliqəli alınmadı. Burada bizim hidravlik bölücümüz yanıb və bir ədəd Siaco inverterli nasosumuz. Evdə ancaq radiator sistemidir. Yeni sistemi işə salmadan öncə bütün sistemi də yumuşuq. Bura 3-4 ay bundan qabaq Viessmann boilerini qoymuşuq. 300 litrlik boilerdir. Ona görə də onu dəyişmədik, onu yerində saxladıq çünki o təzədir. Əsas məsələ Warmhouse-dur. Bunu çoxdan da etmək istəyirdik və elədik. Çox ağıllı qazandı və bu 300 litrlik boileri Warmhouse 22 dəqiqəyə qızdırdı. Boilerə işləyəndə 98 dərəcəyə qədər temperatur qalxır burada. 99 parametri var, hansıları ki müdaxilə dəyişib öz sistemimizə uyğunlaşdıra bilərsiniz. Burada bizim sensorumuz var. Bu sensor vasitəsilə qazan boilerin içindəki temperatura nəzarət eləyir. Bu isə resirkulyasiyamızdır. Resirkulyasiyanın da öz termostatı var ki, su 24 saat dövr eləyib soyulmasın, elektrik enerjisi çox istifadə olunmasın deyə. Burada 50 dərəcə qoyuruq. 50 dərəcəyə çatanda resirkulyasiya nasos sadəcə sönür, fasiləyə gedir. Türkiyədən Warmhouse-dan əlavə modullar almışdıq. Bu çöl temperaturu sensorudur. Çöl temperaturu sensoru nə üçün lazımdır? Yəni, barədə 20 dərəcə olanda qazan 30 dərəcə ilə işləsin. Temperatur aşağı düşdükcə də gücünü qaldırsın. Yəni siz hər dəfə gəlib burada temperatur dəyişməyəcəksiniz. Qazan çöl sensoru vasitəsilə temperatura nəzarət edə bilir. Əlavə modullar aldıq, amma sistem dəyişildiyinə görə bunların heç birindən istifadə eləmədik. Gələn hansısa bir layihələrimizdə mütləq Warmhouse-un ağıllı sistemi tamamilə yığıb ərsəyə gətirib sizə təqdim edəcəyik.